elmi tədqiqatçıyam, Riyaziyyat İnstitutunun əməkdaşlarından biriyəm. 2025-ci ildə gənclər üçün prezident mükafatına layiq görülmüşəm. Texnika üzrə fəlsəfə doktoruyam. Zəruri olaraq bu gün aparılan elmi tədqiqat işlərinin istiqamətləri o qədər dardır ki, ona uzun müddət diqqət ayırmasan, hər hansı bir məsələnin qoyuluşunu belə başa düşmək mümkün olmur. Və lazımdır ki, bəzən bir masa ətrafında oturdunsa, 12 saat, 16 saat dayanmadan məşğul olasan, diqqətini cəmləyəsən və çalışasan ki, nə baş verir ona başa düşəsən. Hələ onda qalmış ki, yeni bir şey təklif eləmək, hansı ki, bu vaxta qədər dünyada yoxdur və bu vaxta qədər dünyada olanlardan qismən daha yaxşıdır. Onu test eləmək belə özü uzun bir müddət vaxt alır və o qədər diqqətli olmalısan ki, elmi tədqiqatların etibarlılığına zərər dəyməsin. Gənclik həm də əylənmək və dünyanı kəşf etmək istəyidir. Elm bu çılğınlıqları sizin əlinizdən alırmı, yoxsa onlara yeni məna qatır? Fərqli çılğınlıqlar özü ilə bərabər gətirdiyi üçün əlimizdən alıb apardıqlarını üstünü örtmək, onu bir növ kompensasiya etmək mümkündür. Amma bir yandan da bu da mifdir ki, yəni insanın sosial həyatını elm tamamilə əlindən alsın. Sadəcə burada bölgünü insan var ki, saat üzrə eləyir. Hansı ki, bir saatın bir qismini iş görür, bir qismini istirahət eləyir. İnsan var ki, gün üzrə eləyir. Bəzi günlər işləyir, bəzi günlər istirahət eləyir. İnsan var ki, bu periodları biraz da böyüdür. Mən elə hesab edirəm ki, əgər insan işini sevirsə, o iş dayanmadan onun beynində fırlanır və onun üçün iş-həyat bölgüsü yoxdur, amma bunun bir narahatlığı da yoxdur. Yəni, bir dostlarımla bərabər sosiallaşanda belə mən hansısa bir elmi məsələlər üzərində düşünə bilirəm və bu mənə əziyyət vermir. Bugünkü Azərbaycan gəncliyində sizi ən çox nə ümidləndirir? Cəmiyyətin müxtəlif sosial qruplarından insanlar görəndə, yəni gəncləri görəndə burada bu kontekstdə, onların əksəriyyətində olan sabit bir xüsusiyyət var, bir aclıq var. O aclıq təəssüflər olsun ki, heç də hər zaman intellektual hansısa fəaliyyətlərlə doyurulmur. Amma yenə də o aclığı hiss edirəm. Bir dünyadan nəsə öyrənmə, dünyaya açılma. Dünya dedikdə burada həm sivilizasiya nöqteyi-nəzərdən dünyanı, həm də ki, ümumiyyətlə təbiəti nəzərdə tuturam. O aclıq həqiqətən də məhsuldar fəaliyyətə və yaxşı nəticələrə gətirib çıxara bilər, hansısa mənada. Gəncliyi bir elmi elementlə müqayisə etsəniz, bu hansı olardı? Məsələn, tez alışan hidrogen, yoxsa hər şeylə reaksiyaya girən bir aktiv metal? Mən indi öz sahəm üzrə deyim, yaxşı tədqiq olunmamış, qoyulmuş riyazi məsələ hesab edərdim. Çünki belə riyazi məsələlərdə adətən əvvəlcədən məsələnin həlli var, yoxsa yoxdur, həll bir dənədir, yoxsa çoxdur, dayanıqlıdır, yoxsa yox, bunu təyin etmək mümkün deyil. Mən gəncləri ümumilikdə buna oxşadardım daha çox. Yəni, tədqiq olunmayıb, bir riyazi məsələdir və o riyazi məsələnin həlli ola da bilər, olmaya da bilər, dayanıqlı ola da bilər, olmaya da bilər və belə deyərdim. Əgər süni intellekt bütün düsturları bilirsə və bütün məlumatları saniyələr içində analiz edirsə, gələcəyin gənc aliminə nə ehtiyac qalacaq? İnsan zəkasının süni intellektin heç vaxt əvəzləyə bilməyəcəyi o son qalası hansıdır? Mən belə bir qalanın olub-olmadığından əmin deyiləm, əvvəla onu deyim. İkincisi, belə bir qalanı axtarmağa ehtiyac olub-olmadığını da bilmirəm. Çünki bir məhsul varsa, məhsula ehtiyac da var. Yoxdursa, orada məhsul anlayışı yoxdur. Başqa sözlə, insanların fəaliyyəti elə insanlar üçündür və əgər insanlar qalacaqsa, onlar bir-birlərinə hansısa mənada lazım olacaqlar. Belə cavab verim ümumi şəkildə, çünki bu sualın cavabını mən də bilmirəm.